sabahınız xeyir olsun, hər birinizi salamlayıram. Bu günləri inşallah biz Hamburqa gedirik, Frankfurtdan. Çox, amma çox böyük dəmir yolu vağzalları var. Bəlkə də 21 dənə platforma var da, təsəvvür edin. Və bəlkə də çox. Mən saydığım hələ 21 idi. Və burada 07:47-də yazılıb ki, səhər sübdən biz çıxırıq. 07:47-də də gəlirik, misal üçün. Yer olaraq neçə 4 saat falan gedəcək təxminən. Burada 12:29-da, hətta biraz da çox, 5 saata yaxın yol gedəcək və yer olaraq da ki, indi harada yer tapdın. Yəni konkret olaraq yer yoxdur. Bir dənə genişliyinə bir dənə özünüzlə baxın. Soğuqdur. Yəni buranı tapana kimi bir balaca həyəcanlandı. Bu da geldik Hamburg'daki otağımıza ve yalan doğru bura bir balaca standart room değil de bu. Bunlar deyirlər ki yalan doğru her şey pulsuzdur. Bu bizim otağımız. Çöldə bayırda dəhşət soyuq var. 10 euro əlavə verdik ki bu otaq həm biraz tez gəlmişik. Deyir early check eləmək üçün 10 euro vermək lazımdır. Bu 10 euronu da versəm sənə yaxşı bir otaq verəm. Bu nə balacadır la. Və tez check eləyə bilərsən. Və əlavə olaraq da belə düzdür. Burada elə də yaxşı video yoxdur, açığı. Düz gəlir bizi belə də yəni yüngül. Başım belə. İnşallah çıxacağıq birazdan şəhərə. Bura soyuqdur, açığı. Dəhşət soyuqdur. Birazdan çıxarıq şəhərə. Bəlkə də 13 dərəcə, 14 dərəcədir. Yəni bildiyimiz soyuqdur ya. Səhərin yox. Səhərin 18-dir. Soyuq 13-14-dir. Birazdan inşallah şəhəri gedib çəkərik və bir yerdə Hamburqla tanış olarıq. Hələlik. Deməli, bu oradakı bizim oteldir. Bu başqa oteldir. Bu yoldur. Bir dənə nəyə göstərmək istəyirəm. Otelimizin yanında bu deyəsən bu yer şey olmalıdır. Maşın alqı-satqısı yer olmalıdır. Bura yox, qabaqdakı yer. İndi ora girərik, görək bir dənə. Görün nə gördüm. Azərbaycanda o vaxtı parkinglər var idi, yadınızdadır. Az parkingdən öncə olan quraşdırmışlar. Bax, həmin o parkingin hansı ki günəş paneli ilə işləməli idi. Nəsə az işlədi. Bax, bura. Bayaqlar gələndə gözücü baxdım avtomobillərə. İstədiyim avtomobil olmadığına görə istədiyim avtomobil Avropadayımsa nə ola bilər? Prius və Evropeyka 7 nəfərlik. Nəsə görmədim o maşını burada. Ancaq Peugeot, Volkswagen, Mercedeslər, taksi maşınları qabaqdadır. Onlar da var. Nə görün? Belə. Mercedeslər. Misal üçün, asla nömrələri yoxdur. Şkodadır. Kombi Exclusive Navi Xeno.
8600 euro. Demək olar ki, bütün maşınlar 2 qat qiymətə vurunda. Volkswagen Polo 2011-ci il 118.000 probek 5300. Belə bir dənə də misal üçün bu Chevrolet'ə baxaq. Chevrolet Spark klima navi 76.000 kilometr 2011 1.2 motor Euro 5 4700 avro. Belə yəni elə-belə də 1-2 də maşın göstərdim. Yenə deyirəm, mən istədiyim avtomobil olmadığına görə burada ucu dayandırıram. Prius vəyəni görmədim burada. Belə izlərim. İnşallah gedəyim şəhərdə də görək. Maraqlı bir yer olsa çəkəcəm, paylaşacağım. Almaniyaya gəlməyim artıq ikinci ildir də. İkinci ildir ki, Almaniyaya gəlirəm. Ən çox xoşuma gəlməyən şeylərdən biri. Hara gedmirsə, hər yerdə nəsə iş görürlər. Baba belə bloklayırlar. Maşın yolunu ola bilər, yaxud trotuarları. Misal üçün, oradan belə baxıram, o yan görməyim də nə iş görürlər. Amma iş yoxdur. O boyda yeri yer tuturlar ki, buranın əslində velosiped yürürlər. Bilmirəm, buradakı işi görürlər. Bilmirəm, bunda olurlar. Çünki baxıram ki, təzə betonlayıblar buranı. Fikir verir. Ya buna görə o boyda və yaxud ki, orada inməm nə iş görürsən, o boyda niyə bağlayasan? Bir dənə ora bax, fikir ver. Bax, oranı da bax, görürsən, bax, eyni qaydada. Eləyiblər, bağlayıblar. Ya bu belə yerlər dəhşət çoxdur ya, dəhşət çoxdur. Haradasa həmişə nəsə iş görürlər. 3 dəqiqə geysən nəsə iş görürlər, 2 dəqiqə geysən nəsə iş görürlər. Sonra bunu demək istəyirəm. Dostlar, deməli, bu da Hamburg şəhərinin ən mərkəzi yerindən biri olan bu binanın adını tam olaraq bilmirəm, amma təxminən icra hakimiyyətinə oxşayır. Yəni ki, Azərbaycan dili ilə desək, icra hakimiyyətinə oxşayır. Meydandır, piyadalar üçündür. Buradan avtobus falan keçmir. Almaniya bayrağı, o bayrağı bilmirəm. Ona görə də deməyəcəm. Belə, soyuqdur, kifayət qədər soyuqdur. İndi hələ biraz qalxdı. 18-dir səhv eləmirəmsə. Bayaqlar baş 15 idi neçə idi biz bura gələndə. Bildiyimiz soyuq idi və külək də biraz əsir. Bakı küləyini xatırlatdı bizə. Qəşəng əzəmətli binadır.
göz nə deyirlər o halal elində. Короче, belə bir sushi sifariş vermişik. Steak və sushi restoranıdır bura. Steak istəmədik. Sushi sifariş verdik. Bir də dadını axırda deyərəm necədir. Bir də təbii ki qiymətləri axırda deyəcəm. Deməli, ümumilikdə 50 euro, 46 euro, 4 eurodakı çeyboy, 50 euro ümumilikdə 2 dənə sushi və bir dənə kola. Başqa heç yox idi. Şəhərin mərkəzi deyənə biraz baha çıxdı, açığı, ucuz deyil. Amma dəyərli, yəni dadlı idi mi? Bəli, dadlı idi. Abu hava, görünüş, hamısı süper idi. Ləzzət elədi. Misal üçün bu diş pastası 1.59'dur euro ilə. Misal üçün bu üçü birində 1 euro. Və ən xoşuma gələn nədir? Buranın Pringles çox havaydı da mənə görə də. Pringles cəmi 2.50'ye 100 euroda, amma yenə də havaydı. Çox ucuz. Yeah. Which time? I think I'll capture that because it's the cheapest. Is it really? Because when we were in Amsterdam, Yeah. Bu Frankfurt'da dediyim kimi belə yerlər var ki, mən Bakıya qayıdandan sonra öyrənirlər. Niyə görə dinədir? Misal üçün, bu hissələrdə UNESCO-ya düşüb, siyahısına nəyə görə düşüb bilmirəm. Amma bilirəm ki, Hamburqun bu hissələri UNESCO tarixinə düşüb. Amma nə kimi məlumatım yoxdur hələ ki. Belə.
deməli burada bir yer var, harada ki şəhərin mənzərəsi görsən, indi qalxırıq ora. Əməlli başlı şey zat satılır, bilet zat satılır, axıran dayanıb, amma bilet pulsuzdur. Çox maraqlıdır. İnternetdə bu barədə məlumat var idi ki, pulsuzdur. Amma gələndə gördüm ki, ticket yazılıb da. Amma gedəydi, daha önce gəlmişəm bu yolu, gedib alaq. Yaxınlaşırıq ki, neçəyə dedi, pulsuz. Neçə nəfərsiz? 2 nəfər, hə. Çıxardı 2 nəfər bilet verir. Qalxırsan yuxarı. Belə, bir qalxaq görək yuxarıda bizi nə gözləyir. Çıxmışıq yuxarı artıq, yuxarıdayıq. Hələ ki külək yoxdur. Tam sakitçilikdir. İndi gəlin geri küləyi göstərim sizə. Dəhşətli dərəcədə külək var. Elə bil ki, Bakı küləyidir, Bakı küləyi. Bir dənə bu binaya istəyirəm xüsusən diqqət yetirin. Bəlkə də aşağıda da var. Amma ancaq elə bu 7 mərtəbə parkovkadır. Təsəvvür edin, o boyda bina. 7 mərtəbə parkovka. Bəlkə də deyirəm hələ aşağıda da var ha. Şəhərin mərkəzidirmi? Bəli, mərkəz hissələrdir. Belə şeylər adam görəndə adama ləzzət edir. Yəni şəhərdə bizdə hal-hazırda Bakıda düşünürəm ki, parking məsələsi problemdir həqiqətən. Bu da məncə bir hazır biznesdir. TikTok hər il öz pulunu gətirir. Qiyməti həmişə üstündədir. Ömrü boyu da pul gətirəcək.